Elşad bəy, illərdir yəni Mehdini gözləyənlər var, Mehdi zühur eləyəcək deyənlər var. Mehdi zühur eləyəcək həqiqətən, gələcək Mehdi yoxsa? Məsələn, bunu deyənlərə həmişə birinci bir şey soruşuram. Gəlib nə edəcək? Mənim zamanımda gəlmədi, məndən sonra gəldisə mənim o zaman günahım nə idi? Ya bizim gələrdi. Bizim o dövr niyə boşluğa düşdü onda peyğəmbərsiz dövrə? Yəni indi o peyğəmbər deyə qəbul edilmir olsa Mehdi. Orada belə bir şey var. Keçən dəfə birindən soruşuram, bu Mehdiliklə bağlı soruşanda deyirəm ki, bax təsəvvürlə biz buradayıq və qapı açıldı, Mehdi gəldi. Necə təsəvvür edəcəksən? Gəlib deyəcək ki, mən Mehdiyəm, sən nə deyəcəksən? Görəcəksən geyimi fərqlidir, deyirəm bəlkə də lağ eləyəcəksən. Əlində qılınc tutub yenə də lağ eləyəcəksən. Və yaxud da adını soruşsan, şiəliyə görə başqadır, sünniliyə görə başqadır, hansını qəbul eləyəcəksən? Və yaxud da gəlib əlində lazerlənmi, yoxsa qılınclanmı və yoxsa bir müasir mövcud olan silahlanmı insanlara qarşı gələcək? Keçən dəfə biri mənə yaxınlaşdı. Dedi ki, mən bu sözü sizə deməliyəm. Yuxuda İmam Zaman ağanı görmüşəm. Dedim, çox gözəl. Dedi, gəlib onun dərisini soyacaq. Dedim, görün İmam Mehdi dediyiniz anlayışı nə qədər əzazil, qəddar fikirləşirsiniz ki, yuxunuza da elə gəlib və dəri soymaqla düşünürsünüz. Başqa cür görsəydiniz, dedim, daha çox sevinərdim ki, gəlib ona həqiqətləri başa salacağım, o doğruya gələcək desəydiniz, deyərdim, bəli, gözəl. Bosniya-Hersegovinanın başçısı var idi, Aliya İzzətbəgoviç. Onun dediyi gözəl bir söz var. Deyir, Mehdilik bizim tənbəlliyimizin adıdır. Onda nə ilə əlaqələndirir? Biz özümüz öz üzərimizə düşən öhdəlikləri etmirik, amma gözləyirik ki, kimsə gəlib bizim əvəzimizə bunları həyata keçirəcək. Bunu başqa bir misalla da əlaqələndirirlər. Deyirlər ki, uşaq gücü çatmayan birinə qarşı atam gəlsin, gör sənin nə edəcəm misalı kimidir. Yəni ona görə deyirəm ki, Mehdi gəlib nə edəcək? Özündən yeni bir kitab mı gətirəcək? Yeni bir dünya mı yaradacaq? Mövcud olan kitabımız əlimizdə. Buna uyğun olaraq biz həyatımızı yaşasaq, inanın ki, daha gözəl bir dünyamızı cənnətə çevirə bilərik. Amma yox, biz gözləntilərlə sadəcə ümid yeri kimi özümüzü daha da geri atırıq. Hər kəs öz evinin qapısını süpürsə, hər yer gül güzəranlıq olar misalı kimi. Yəni biz də bu günlərim öz üzərimizə düşəni eləsək, kiminsə gəlib bizi nədənsə xilas eləməsinə ehtiyac qalmayacaq. Bizim o qurtuluş anlayışımız bizim Qurana tabi olaraq orada yazılanları həyatımıza keçirməklə əlaqəlidir ki, bu günlərim o kitabda öz aktuallığını qoruyur və insan durduqca da bu bələdçiliyinə davam edəcək.